Salam, hər birinizi xoş gördük əziz müəllimlər. Biz bu dərsimizdə bullying haqqında danışacağıq. Bullying haqqında xüsusi bir tərif yoxdur. Yəni ümumiləşdirilmiş bir tərif yoxdur. Sadəcə bullying haqqında İngilis kriminoloq Farringtonun tərifi ən uyğun təriflərdən biridir ki, bullying güclü şəxsin zəif şəxsə qarşı fiziki və ya psixoloji zorakılığıdır. Biz indi bunu artıq bir neçə addımda öyrənəcəyik. Həm bullyingin növləri, həm bullyingin müəyyən olunması, həm də aradan qaldırılması. Təbii ki, bullying elə bir haldır ki, mobbing və yaxud bullying terminləri işlənə bilər. Elə bir haldır ki, həm valideynlər, həm şagirdlər, həm də müəllimlər bununla bağlı ciddi şəkildə məlumatlandırılmalı, maarifləndirilməlidir. Və bu hallar ciddi dağıdıcı təsirlərə səbəb ola bilər. Bir hadisənin bullying halı olduğunu bilmək üçün biz iki əsas nüansa diqqət yetiririk. Bir, davamlı olması, bir, güc fərqinin olması. Güc fərqi dedikdə yalnız fiziki güc fərqindən söhbət getmir. Burada müəyyən, məsələn, aşağı təbəqənin nümayəndəsi ilə digər yuxarı təbəqənin nümayəndələri arasında ola bilər. Və yaxud biz burada görə bilərik ki, şagirdlər arasında maliyyə təbəqə problemi fərqi ola bilər. Kəndli və yaxud şəhərli, geyimin bəyənməz, saçın bəyənməz, kütlə bir nəfərə qarşı zorakılıq edə bilər və s. Hər halda biz bütün növlər haqqında danışacağıq, amma ümumiləşdiririk. Bullyingdə iki tərəf var, zorakılıq edən tərəf və zorakılığa məruz qalan tərəf. Və bunun müəyyən olunması üçün də xüsusi bir yollardan danışacağıq. İlk öncə, biz burada Farringtonun güclü şəxsin zəif şəxsə qarşı psixoloji və ya fiziki əzabının bullying olduğunu dedik. Daha sonra bullyingin növləri haqqında danışaq. Bullyingin bir neçə növü haqqında danışacağıq biz. Məqsədinə görə, davranışına görə, birbaşa və ya dolayı təsirlə bullyingin növləri olacaq. Xüsusi növ bullying olacaq ki, məqsədə görə bullyingin iki növü var. Məqsədli və məqsədsiz bullying. Məqsədli bullying nədir? Zorakılıq edən şəxs, yəni bully, bilərəkdən planlı şəkildə qarşı tərəfi incitməyə çalışır. Zorakılıq edir. Amma burada hökmən biz diqqət yetiririk. Bu davamlı olmalıdır. Yəni iki şagird arasında problem var. Bu indi sözü düz gəlməyib, nəsə narazılıq yaranıb. Buna bullying demək olmaz. Hətta fiziki olaraq biri daha güclüdür. Hətta fiziki şiddət göstərir. Bu bullying deyil, çünki bir dəfə baş verib. Bu davamlı baş verərsə bullying olur. Davamlılıqda da məqsədli bullying odur ki, məqsədli şəkildə bilərəkdən davamlı zorakılıq edir. Bu olacaq məqsədli bullying. Digər növ məqsədsiz bullyingdə isə bully, yəni zorakılıq edən bunu bilərəkdən etmir. Yəni məqsəd əylənməkdir, oynamaqdır və qarşı tərəfə də o qədər dağıdıcı təsirinin olduğunu düşünmür. Amma bunu edir. Məsələn, biz bunu iki növə ayırırıq. Düşünülməmiş və tədris bullyingi. Tədris bullyingi belədir. Nümunə olaraq müəllim şagirdləri öyrətməyə çalışır, amma bunu öz istəyinə uyğun edir. Şagirdlərin marağına uyğun olmasa da, mənafeyinə uyğun olmasa da öyrətmək məqsədi ilə onları məcbur edir. Məqsəd öyrətməkdir, zorakılıq etmək deyil, amma bu bullyingdir. Biz qarşı tərəfə hansı dağıdıcı təsirləri etdiyini burada müşahidə edib izləməliyik, görməliyik və bullying halını aradan qaldırmalıyıq. Və yadda saxlayaq, sadalayacağımız bütün növlər hamısı eyni dərəcədə dağıdıcı təsirə malikdir. Yəni biri digərindən üstün götürülmür. Hər biri dərhal müəyyən edildikdən sonra aradan qaldırılmalıdır. Düşünülməmiş bullying. Hətta biz öz evimizdə uşaqlara, həyətdə başqa uşaqlara qarşı bunu edə bilərik. Əylənmək üçün uşağın davamlı yanağının sıxılması nümunə olaraq. Bu əslində kənardan zorakılıq kimi görünməyə bilər, amma həmin uşağa hansı təsir etdiyini bilmirik. Bu davamlı xarakter alır və bullying olur. Davam edə bilərik. Oynamaq üçün uşaq düşür həyətə. Yoldaşları tərəfindən incidilmək üçün yox, əylənmək üçün fiziki ola bilər, sözlü ola bilər, müəyyən zarafatlar etməyə çalışırlar. Amma bu da ona dağıdıcı təsirlər edə bilər. Çünki ola bilsin qorxusundan, çəkinliyindən, digərlərinin daha böyük olduğundan ifadələrini bəlkə ona qarşı etdiklərinin doğru olmadığını dilə gətirə bilmir. Bu kimi hallar da müəyyən olunmalıdır şagirdlər arasında. Düşünülməmiş bullying əylənmək, oynamaq məqsədi ilə. Tədris də öyrənən tərəfin öyrənən tərəfə birbaşa zorakılığıdır. Davranışa görə bullyingin növləri
fiziki və qeyri-fiziki olmaqla iki yerə bölünür. Fiziki bullyingdə fiziki təmas var. Nümunə olaraq mənim deyək ki, zorakılıq etmək istədiyim şəxsin saçını çəkməyim. Birbaşa özünə təmas olmasın, əşyalarına da təmas ola bilər. Dəftərini götürürəm, dəftərini cırıram, gizlədirəm, çantasına atıram. Bu kimi hallar fiziki bullying sayılır. Yəni birbaşa şəxsinə təmas olmasa da, əşyalarına təmas olsa, bu yenə də fiziki bullying sayılacaq və qarşısı alınmalı bullyinglərdir hamısı. Fiziki bullying uşaqlar arasında yəni daha çox müşahidə olunur. Biz bunu birbaşa müəyyən edib aradan qaldırmalıyıq. Qeyri-fizikdə isə təmas yoxdur. Verbal, qeyri-verbal və sosial olmaqla 3 növə bölünür. Verbal sözlü olaraq zorakılıq edilməsi, yəni təmas yoxdur. Amma burada sözlü olaraq uşaqlar bir-birinə qarşı zorakılıq edə bilər. Məsələn, yazılı və ya şifahi formada bir ad qoşa bilərlər. Çox oxuyan uşağa kitab qurdu, kitab cüvəsi və yaxud dörd göz eynəkli birinə bu kimi adlar daha çox müşahidə olunur. Verbal olaraq onu yazılı olaraq da edə bilərlər. Şifahi olaraq da edə bilərlər. Yəni hər biri verbal bullying, yəni orada söz varsa yazılı şifahi olmasından asılı olmayaraq verbal bullying sayılır. Qeyri-verbal bullying dedikdə isə burada söz yoxdur. Burada artıq işarələrlə, hətta müəllimin də şagirdlərə qarşı qeyri-verbal bullying ola bilər. Hətta belə deyim, biz söz demədən bir nəfəri hər dəfə gördükdə ona baxıb belə davamlı gülməyimiz, yəni biraz həddindən artıq, qarşı tərəfdə narahatçılıq hissi yaradacaq. Niyə gülür? Bax, bu özü də qeyri-verbal bullyinqə aid. Söz yoxdur və mən görürəm qarşı tərəfi və hər dəfə gülürəm nümunə olaraq. Qorxuduram, sərt baxıram, şəkil çəkib onu ifadə edə bilər. Şagirdlər bir-birinə məsələn demək istədiklərini şəkillərlə çəkər və qoyar partasının üstünə gəlib baxır ki, bəs ona qarşı qeyri-verbal bullying var artıq burada. Şəkillər, işarələr və s. burada dediyim kimi mimika, jest və s. bunlarla. Amma söz yoxdur. Qeyri-verbal. Sosial bullying dedikdə isə kütlənin bir nəfərə qarşı etdiyi bullyingdir. Təbii bu kollektiv arasında çox vaxt müşahidə olunur. Şagirdlər arasında da davamlı müşahidə olunandır ki, qruplaşma olur və bir nəfəri o qrupdan kənar saxlayırlar. Heç bir söz deməyə bilərlər. Fiziki bir şey olmaz, sözlü olmaz, qeyri-verbal da olmaz. Amma kütlə onu özündən uzaq saxlayır. Yəni biz aramızda deyib gülürük, digərini kənarda saxlamışıq və bizə qoşulmasına icazə vermirik. Bu olacaq sosial bullying, kütlənin bir nəfərə qarşı zorakılığı. Bullyingin növlərində davranışa görə növlər bunlardır. Birbaşa və dolayı təsirinə görə də bullyingin 2 növü var. Vasitəli və vasitəsiz bullying. Vasitəsiz bullying odur ki, zorakılıq edən, yəni bully birbaşa özü qarşı tərəfə zorakılıq edir. Məqsədlidir, məqsədsizdir, fizikidir, qeyri-fizikidir, başqa. Amma birbaşa özü edir. Yəni iki tərəf var. Bir zorakılıq edən, bir də məruz qalan. Vasitəli bullyingdə mən özüm zorakılıq edə bilmirəm, başqa üçüncü tərəfi ona zorakılıq etdirirəm. Yəni bu olur başqa bir vasitə, yəni üçüncü tərəf iştirak edir. Zorakılıq edən tərəf başqasının etmək istəyən tərəf, başqasının yardımı ilə, köməyi ilə zorakılığı etdirəcək ki, bu da olur vasitəli bullying. Bullyingin birbaşa və dolayı yolla təsirinə görə həmin növləri var. Xüsusi növ bullying, təbii bu da son zamanlarda kütləvi yayılan bullying növlərindən biridir ki, kiberbullying. Şəxsi məlumatların sosial şəbəkələrdə paylaşılması, davamlı, icazəsiz paylaşılması kiberbullyingə nümunədir. Məsələn, şagirdlər bir-biri ilə bağlı görüntülər, şəkillər, yazılar, şəxsi məlumatları paylaşa bilər. Hətta mesajlarla bir-birini təhqir edər və yaxud onlara yeni kiberbullying sosial şəbəkələrdə məlumatların bir-birinə və yaxud hamı ilə paylaşılması deməkdir. Təbii ki, biri digərindən üstün deyil, hər biri eyni dərəcədə dağıdıcı təsirlərə malikdir və şagirdlər arasında hansı problemlər yaratdığı son zamanlarda açıq-aşkar müşahidə olunur. Hətta 2018-ci ildə uşağın özünü məktəbdən 3-cü mərtəbədən atması və xəstəxanada uşağın vəfat etməsi ilə də müşahidə olunub ki, burada həm müəllim, həm məktəb kollektivi, həm valideynlər bu məsələ ilə bağlı məlumatlandırılmalı və problemi aradan qaldırmağa çalışmalıdır. Amma biz
dersin əvvəlində başlayarkən dediyimiz bullying davamlı olmalıdır. Yəni hər münaqişə bullying deyil. Onu da diqqət önündə saxlamalıyıq və bullyingi düzgün müəyyən etməyə çalışmalıyıq. İndi biz növbəti slaydımızda bullyingin müəyyən olunması haqqında danışacağıq. Və yadda saxlayaq, qəbula düşən suallarda da müəyyən olunması və aradan qaldırılmasını fərqləndirmək üçün fərqləndirməkdə çətinlik çəkə bilər deyə müəllimlərimiz. Xüsusən bu məsələlərə toxunulur. Onun üçün diqqətli olmalıyıq. Növbəti, bullyingin müəyyən edilməsi. Biz bullying halını müəyyən etmək üçün öncə şagirdlərlə müəllim arasında münasibətlər düzgün tənzimlənməlidir. Yəni şagird artıq özünü müəllimə rahat şəkildə ifadə etməyi bacarmalıdır və yaxud etməkdən çəkinməməlidir. Məsələn, mən düşünürəm ki, gedib əgər bu problemi Agil müəllimə desəm, Agil müəllim bunu şişirdəcək, daha çox utanacam, daha çox narahat olacam, ictimailəşdiriləcək, deməli mən onu deməyəcəm. Biz nə etməliyik? Təhlükəsiz və pozitiv münasibətlər yaratmalıyıq. Şagird müəllimi biz demirik ki, həddin aşsın, müəllimlə yəni münasibətləri həddən artıq münasibət qurmağa çalışsın. Yəni bilirsiniz necə? Bəzən deyirlər müəllim şagirdlər dost olmalıdır, amma o demək deyil ki, şagird dost odur ki, istədiyini edəcək sinifdə biz ona qarışmamalıyıq. Həddi, sərhəddi qorumaqla şagird müəllim münasibətləri düzgün tənzimlənməlidir. Yəni həm qayda qoyan müəllim olduğunu düşünməlidir, həm də özünü ifadə etməkdən çəkinməməlidir. Bu sərhəddi qorumaqla. Buna deyirik həssas yanaşmaq. Təhlükəsiz və pozitiv münasibət odur ki, şagird özünü ifadə etməkdən çəkinmir və müəllimə artıq ifadə olunan və onunla bağlı olanları rahat şəkildə deyə bilir. Bu hal sinifdə zorakılığa məruz qalanın özünü ifadə etməsini asanlaşdıra bilər. Pozitiv münasibət yaradılmalıdır. Bütün məktəb heyətinin bir-biri ilə əməkdaşlığı. Yəni mən ilk dəfə gəlmişəm, uşaqlar arasında bu halı müşahidə edirəm. Amma dediyim kimi buna bullying demək olmaz birbaşa. Bu davamlıdırsa bullyingdir və güc fərqini də müəyyən etməliyik. O zaman digər müəllimlərlə əməkdaşlıq edərək bunun bullying olub olmadığını müəyyən edə bilərik. Bu hal bullyingdir yoxsa yox? Davamlı müşahidə olunub, hər zaman təkrarlanır, digər müəllimlərdə də var və müşahidələrimizi artırıb bullying olub olmadığını müəyyən edə bilərik. Məktəb heyətinin əməkdaşlığı da buna nümunədir. Daha sonra şagirdlər üçün şəxsi portfolyoların yaradılması. Təbii bu portfolyo bölməsini biz qiymətləndirmə mövzusunda az da olsa onun haqqında danışmışıq. Şagirdlərin şəxsi məlumatlarının saxlanıldığı, qiymətləndirmə nəticələrinin formativ, diaqnostik, summativ nəticələrinin saxlandığı, daha sonra əl işləri varsa, yoldaşları ilə münasibətləri, başqa nə ola bilər, psixoloq rəyləri, bunlar hamısı portfolyoda saxlanılır. Mən artıq şagirdlər arasında, iki şagird arasında hər hansı bir problem müşahidə edirəmsə, o şagirdlərin portfolyolarını açıb bundan əvvəldəmi belə bir halların baş verib vermədiyini müəyyən edə bilərəm. Deməli, şəxsi portfolyoların yaradılması bullying halının müəyyən olunmasında xüsusi rol oynayır. Valideynlərlə əməkdaşlıq. Bəzən şagird məktəbdə müəllimə ifadə edə bilmədiklərini, deyə bilmədiklərini valideynlə bölüşə bilər. Hətta başqa bir şagird öz valideynlə başqa bir şagirdə qarşı olanları bölüşə bilər. Ona görə də biz valideynləri bullying halı ilə bağlı məlumatlandırmalı, hansı təsirləri edə biləcəyini bildirməli və maariflənmiş valideyn, təbii məlumatı olan valideyn də bu halı övladından eşitsə, müşahidə etsə, dərhal bizi məlumatlandırmalıdır ki, tədbirlər görə bilək. Valideynlər də əməkdaşlıq bullying halının müəyyən olunması üçündür. Esse yazmaq. Təbii bu esse yazmaq və anonim sorğu iki yoldur bullying halının müəyyən olunmasında, amma hər zaman doğru olmaya bilər. Məsələn, şagird essedə bullying halı yaşadığı və yaxud öz təxəyyülünün məhsul olanı da yaza bilər. Ona görə də yazılan hər zaman mı doğrudur sualı biz onu araşdırmalıyıq. Doğru olması birbaşa qərar verilə bilməz. Çünki esse yazdırdıqda essedə öz təxəyyülünün məhsulunu da yaza bilər. Essenin mövzusunda zorakılıq qoyulursa. Bəs anonim sorğu bu da müəyyən olunmasında effektiv bir yoldur. Həm bulliyə, həm zorakılığa məruz qalana eyni qrafada suallar verilir və şagirdlər zorakılıq ediblərsə anonim olaraq və yaxud məruz qalıblarsa nə üçün nə qədər əsaslandırıb yazırlar. Təbii burada da təxəyyülün məhsulu ola bilər.
Onun üçün onlar araşdırılmalı, sonra qərar verilməlidir. Bax, biz burada heç bir tədbir görmədik. Baş verən hadisənin zorakılıq olub olmadığını müəyyən etməyə çalışdıq. Bunu müəyyən etdikdən sonra artıq bullying halı var. Daha sonra aradan qaldırmağa müxtəlif yollarla çalışmalıyıq. Məsələn, mənəvi dəyərlərin aşılanması. Mənəvi dəyərlərin aşılanması, biz əvvəlki mövzularda artıq bunu keçmişik. Lawrence Kohlberg mənəvi inkişaf nəzəriyyəsi şagirdlərin mənəviyyatını müəyyən etməli və inkişaf etdirməliyik. Əslində, hər kəsin eyni məsələyə müxtəlif mövqedən yanaşdıqda səhv fikir bildirmək üçün yox, öz mənəviyyatının səviyyəsinə uyğun cavab verdiyini onlara aşılamalıyıq. Və təbii onların mənəviyyatını inkişaf etdirməyə çalışmalıyıq. O cümlənin üzərində bir daha dayana bilərik ki, bir məsələyə hər kəs fərqli fikir bildirə bilər, amma fikir bildirərkən fikir bildirən tərəf səhv fikir bildirir deyə demir. Yəni ona görə doğrudur. Başqası fərqli cavab verə bilər, o da özünə görə doğru olanı deyir. Yəni biz artıq qarşı tərəfin əslində mənəvi səviyyəsinə uyğun cavab verdiyini ona çatdırmalıyıq və təbii şagirdlərin də öz mənəviyyatını inkişaf etdirməyə çalışmalıyıq. Daha sonra emosional intellektin formalaşdırılması. Bu nə deməkdir? Hisslərini tanımaq, yerində qədərincə ifadə etmək. Bu da bullying halının qarşısını almaq üçün bir yoldur ki, şagirdlər artıq mövcud vəziyyətlərdə, problemli vəziyyətlərdə, konfliktiv vəziyyətlərdə öz hisslərini tanıyır, yerində qədərincə ifadə edir. Bu zaman zorakılıq hallarının qarşısını almaq mümkündür. Daha sonra biz buzqıran strategiyalar haqqında danışa bilərik ki, buzqıranlar aradakı buzların əridilməsi, müəllim-şagird, şagird-şagird münasibətlərinin tənzimlənməsi üçündür ki, problemin sonradan baş verməməsi üçün şagirdlərin ortaq xüsusiyyətlərinin bir-birinə tanıtdırılması və sair strategiyalar var ki, bunu da şagirdlərlə münasibətlərdə tədris etmişik, artıq o strategiyalar haqqında danışmışıq. Valideynlərlə əməkdaşlıq. Biz bundan əvvəl müəyyən olunma yolları içərisində də valideynlərlə əməkdaşlığı vurğulamışdıq. Yadda saxlayaq ki, valideynlərlə əməkdaşlıq həm müəyyən olunması, həm aradan qaldırılmasında keçərlidir. Bizə valideynlər hər ikisində dəstək ola bilər. Valideynlərin maarifləndirilməsi, şagirdlərin maarifləndirilməsi, müəllimin özünün şagirdlərə rol model olması. Yəni, problemli vəziyyətlərdə müəllim özü zorakılıq edirsə, şagirdə şiddət göstərirsə, olsun fiziki şiddət göstərməsin, psixoloji və s. Bu, şagirdlərdə çıxış yolunun belə olduğunu göstərəcək. Və şagirdlər özü də o tipli problemlərdə müəllimin etdiyini təkrarlamağa çalışacaq. Ona görə də müəllim də konfliktli vəziyyətlərdə pozitiv mövqedən baxmalı, hər iki tərəfi dinləməli, hər ikisi ilə birlikdə necə həll edəcəyini, problemi aradan qaldıracağını müəyyən etməli və aradan qaldırmağa çalışmalıdır. Müəllim özü bu tipli davranışlarda, konfliktli vəziyyətlərdə düzgün davransa, təbii şagirdlər üçün də müəllim rol model olar və şagirdlər də problemli vəziyyətlərdə nə edəcəklərini bilərlər. Bullying haqqında deyəcəyimiz məlumat bu qədər. Testləri işləyirik. Testlərin sonunda artıq hansı səhvlərimiz varsa, rəy bölməsində və yaxud WhatsApp əlaqə nömrəmizə yazırıq. Orada cavabların izahları veriləcək. Sağ olun, Allah'a emanet qalın.